Son illər istər orta, istərsə də ali təhsil müəssisələrində qalmaqallardan, kriminal hadisələrdən əlavə istəyənin ixtisas fərqi olmadan təhsil sahəsində çalışması və bütün bunların mümkünlüyünü yeganə yolunun rüşvət olduğu düşüncəsi insanların elmə, təhsilə olan marağını sıfıra indirib. Ağdam rayonunun Sultanbud kənd orta məktəbindən də şikayət var. Valideyn iddia edir ki, məktəbdəki özbaşınalıqları aşkara çıxardığına görə onu məktəbə buraxmırlar. Ətraflı sujetimizi izləyək. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Ağdam rayon Sultanbud kənd tam orta məktəbidir. Baxın, bütün qapıları bağlayırlar, dərs vaxtıdır, saat 12-yə qalıbdır. Bir valideyn kimi yaxınlaşıram ki, qapını açam. Baxın, tapşırıq ki, Azər, Allah verdiyev gələndə qapını bağlan. Mən bu əraziyə çatan vaxtı tez qapını kiltləyirlər. Bunun maraqları nədir bilmirəm. Çünki bütün nöqsanlarını açıb ağardıram. Gəl, zəhmət olmasa, qapını aç, valideyn olaraq gedim, görüm uşağıma nə dərsi keçirlər. Nədir problem? Gəl. Məni məcbur eləmə ki, polis çağırım ki, gəlib qapını valideynimlə, uşağımla ötər, gəlirəm, içəri girəm. Qapını kiltləyiblər, içəri buraxmırlar. Mənə məcbur eləmən. Bax, bu gördüyümüz Ağdam rayon Sultanbud kənd tam orta məktəbidir. Baxın. Tahir Abbasov və digər qurumlar. Baxın, görün Ağdam rayon Sultanbud kənd tam orta məktəbinin vəziyyəti nədir? Niyə buraxmırlar? Nöqsanların gəlib aşkar edirik. Tualeti və yaxud da idman zalı, məktəbin halın kimlərəsə göstərdirik. İctimailəşdirdiyimiz üçün bax belə bir həllara yol atırlar. Mühafizə əməkdaşına da xüsusi olaraq tapşırıq verilib ki, budur. Mən Ağdam rayon Şullu kənd sakini Şərif Abtali Əloğlu. Mən 2 dəfə elmi təhsil nazirinin qəbulunda olmuşam. Və yazılı şəkildə məlumat vermişəm Ağdam rayon Sultanbud tam orta məktəblə bağlı. Orada kimya, fizika laborator avadanlığı olmadan, kompüter işləmə, kompüter avadanlığı olmadan və laboratorlara əmək haqqı verilir. İdman zalı ağzı bağlı, skladda anbar eləyiblər. İdman zalının rəhbərliyə əmək haqqı verilir. Cənab Nazirdən və Cənab Prezidentdən xahiş edirəm ki, bu məktəb haqqında tədbir görür. Bizim müraciətimiz də baxılsın. Mən Səmədov Əbülfət Məhəmmədoğlu, Çullu kənd sakini. Mən də bu məktəbdə baş verən negativ hallar haqqında dəfələrlə Elm və Təhsil Nazirliyinə məlumat vermişəm. İndiyə təəssüflər olsun ki, indiyənə kimi bu məlumatların heç bir cavab almamışıq. Elə müəyyən məktublar, cavablar göndərirlər ki, araşdırılır, araşdırılmır, ada indiyə kimi aparılmayıb.